Düz mütənasib asıllığın qrafiki. Qrafik qurmağı biz artıq 5-ci sinifdən bilirik. İndi buna uyğun da düz mütənasib asıllığın qrafikini quraq. Şəkildə deməli qrafik artıq verilib. Bizə deyir düz mütənasib asıllığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və asıllığın düsturunu yazın. Bilirik ki, bu x oxu absis oxudur, y oxu ordinat oxudur, o y oxu ordinat, o x oxu absis oxu. Birinci x-in qiymətidir yazılan, bu x-dır. İkinci nöqtəmiz isə y-in qiymətidir. Yəni baxırıq, bax x-in bir qiymətində y 4-ə bərabər olub. Düz mütənasiblik asıllığın düsturu isə y bərabər idi, k x şəklində idi. Deməli, biz burada bizim x-imiz də məlumdur, y də məlumdur. Mütənasiblik əmsalını tapmaq üçün k bərabər idi, y bölünsün x. O da bərabərdir. Y neçədir? 4. X neçədir? 1. Bərabərdir 4. Demək, bizim düsturumuz y bərabərdir 4x şəklindəymiş. B variantında yenə bu x-dır, bu y-dir. K-nı tapanda k bərabərdir y bölünsün x, yəni 2 böl 2 bərabərdir 1. Onda asıllığın düsturu y bərabərdir 1 vur x olur, yəni x. C bəndində yenə birinci x-dır, ikinci y-dir. K bərabərdir y bölünsün x, y 3, x 2, yəni 1,5. Onda y bərabərdir 1,5 x və ya bunu y bərabərdir 2-də 3 x şəklində də yaza bilərsiniz. 9. Y dəyişəni ilə x dəyişənindən düz mütənasib asılıdır. Mütənasiblik əmsalını tapın və düsturu yazın, cədvəli tamamlayın. Baxırıq ki, 2 dənə olandan biz irəliləyə bilərik. Burada y 6, x 3-dür. K-nı tapa bilərik. K bərabərdir y bölünsün x, yəni 6 bölünsün 3, 2. Onda bizim düsturumuz y bərabərdir 2x. İndi x-in yerinə 1 qoysaq, bax birinci cədvəldə 1. 2 vurulsun 1, 2. İndi y 4 olsun, yəni 4 bərabərdir 2x, buradan x bərabərdir 2, yəni 2-də 4 olacaq. X-in yerinə 4 qoysaq, 2 vurulsun 4 bərabərdir 8. Bunun da qiyməti 8. B variantında yenə 2 dənə olandan k-nı tapsaq, k bərabər olur y bölünsün x. Yəni 3 bölünsün 6, 2-də 1. Asıllıq düsturumuz oldu 2-də 1 x. İndi x-in yerinə 2 qoysaq, x bərabərdir 2 olduqda y bərabərdir 2-də 1 vurulsun 2, 1. İndi y 2 olsun deyir. Yəni 2 bərabərdir 2-də 1 x-a. Buradan da x bərabərdir 4-ə. Oldu 4. Sonra 4 bərabərdir 2-də 1 x-a. Buradan da x bərabərdir 8. C variantında yenə də 2 dənə olandan, yəni x-i y-i olandan k-nı tapa bilərik. K bərabərdir y 10 bölünsün 4. O da elədi 2,5. Asıllıq düsturumuz oldu 2,5 x. İndi x bərabərdir 2 olanda y bərabər olur 2,5 vurulsun 2, 5. X bərabərdir 6 olanda y bərabərdir 2,5 vurulsun 6, 15. İndi y 12-dir. Yəni 12 bərabərdir 2,5 x-a. X da bərabərdir 12-ni bölməli 2,5-ə. Yəni 120-ni 25-ə bölürük. Bu da eləyir 4,25-də 20. Bunu da ixtisar eləsək ya da 4-ə vursaq 4,100-də 80,
Sıfırlar da getdi. 4,8. Deməli burada da 4,8. Sonra deyir x bərabərdir 10, 100 olduq. Y-in uyğun qiymətini tapın. Hər bir üçündə. Bizim A variantımızda düsturumuz necə idi? Y bərabər idi 2x-a. Onda x 10 olanda x-in 10 qiymətində 20 olacaq. Y bərabərdir 20. X 100 olanda y bərabərdir 200. İndi B variantında isə düsturumuz 2-də 1 x idi. Onda y bərabərdir x-a 20 qoyduqda 10, x-a 200 qoyduqda isə y 100. Digər C variantında düsturumuz y bərabərdir 2,5x idi. Onda yerinə 20 qoysaq 50. Deməli yerinə 20 qoysaq 50. Yerinə 20 yox, burada üzrlü sayın 20 deyil. Burada 10'dur, x 10'dur. X-a 10 qoysaq 25. X-a 100 qoysaq 250. 10-cu. Düz mütənasib asıllığın qrafiki verilmiş nöqtədən keçir. Uyğun düsturu yazın, cədvəl tərtib edin və qrafiki qurun. Uyğun nöqtədən keçir. Düsturu yazmaq üçün yenə y bərabərdir kx-dır. Buradan k-nı tapmalıyıq. K bərabərdir y bölünsün x. Bu x-dır. Birinci nöqtəmiz. İkinci isə y-dir. Yəni 8 bölünsün 4 bərabərdir 2. Demək düsturumuz y bərabərdir 2x şəklindəymiş. Düsturu yazdıq. İndi cədvəl tərtib edin deyir. Cədvəldə x, y, x-a 0 versək, 2 vurulsun 0 bərabərdir 0. X-a 1 desək, 2 vurulsun 1 bərabərdir 2. X-a 2 desək, 2 vur 2 bərabərdir 4. 3 desək, 2 vur 3 bərabərdir 6. Kifayətdir. İndi qrafiki qurmaq üçün x, üfüqi ox x, şaquli ox y, koordinat başlanğıcı 0. Sonra eyni qədər bölməliyik. Bax, məsələn, 3-dən bölmüşəm. 1, 2, 3, 4, 5. Yenə eyni. 1, 2, 3, 4, 5, 6 və s. Biz qeyd edirik. 0-da 0, 1-də 2, 2-də 4, 3-də 6. Sonra həmin bu nöqtələrimizi düz xətt vasitəsilə birləşdiririk. Bu da oldu qrafiki. Sonra deyir, qrafik üzərində əlavə 3 nöqtənin koordinatını yazın. Qrafik üzərində 3 nöqtəni yazsaq, bu nöqtəmizin koordinatı oldu 1, 2. Bu nöqtəmiz oldu 2, 4. Bu isə 3, 6. Əlavə 3 nöqtəni də yazdıq. B bəndi 4, 2. Onda k bərabərdir 2 bölünsün 4, yəni 2-də 1. Y bərabər olacaq 2-də 1 x. İndi düsturu yazdıq, mütənasibli əmsalını tərtib etdik. Cədvəlimiz 0-da 0, 1-də 2-də 1, 2 qoysaq, 2-də 1 2-yə vuranda 1, bir də 4 qoyum, tam bölünən ədəd olsun. 4 qoysaq 2. Yenə koordinat sistemini çəkirik.
0-da 0, 1-də 2-də 1, yəni bax bunun yarısını götürəcək də ortasını, 0 ilə 1-in ortasını. 2-də 1, 4-də 2. Sonra bu nöqtələri düz xətt vasitəsilə birləşdiririk. Bu da oldu bunun qrafiki. Əlavə 3 nöqtə demişdik də bu nöqtələri də qeyd etdik də. 4-də 2, bu 2-də 1, bu nöqtəmizdə 1-də 2-də 1. C variantında düsturlarını yazacağım, artıq qrafikini qurmanı özünüz edərsiniz. K bərabər olacaq 6/2, 3. Onda y bərabərdir 3x-dır. Cədvəli qursaq, x, y 0-da 0, 1 qoysaq 3 vur 1, 3, 2 qoysaq 6, 3 qoysaq 9. D variantında K bərabərdir 3 bölünsün 3, 1, yəni y bərabərdir x. Bunun qrafikini qursaq, x, y, x, y 0-da 0, 1-də 1, 2-də 2, 3-də 3 olacaq. Bunu ona görə yazdım, şu uşaqlar yanında əmsal olmayacaq, çaşdırırlar. Qarışıqlıq yaranır ki, bəs belə necə olur? Yəni buna 0 deyəndə x-də bir-birinə bərabər olması üçün yalnız 0 ola bilər. X-a 1 deyəndə y ancaq 1 ola bilər. 2 deyəndə ancaq 2 ola bilər. Qeyd etsək 0-da 0, 1-də 1, 2-də 2, 3-də 3. Sonra düz xətt vasitəsilə birləşdiririk. Bu da oldu bunun qrafik. Düz mütənasib 10-cu. Düz mütənasib asıllığın qrafiki nöqtəsindən keçirsə, demək biz buradan mütənasiblik əmsalını tapa bilərik. Yəni K bərabərdir 8 bölünsün 2, 4, onda y bərabərdir 4x. Düsturu yazdıq. Verilmiş nöqtə bu qrafik üzərində yerləşirsə, yəni artıq bu deməkdir ki, yəni x-in yerinə bu düstur, eyni düsturu ödəməlidir. X-in yerinə 1 qoysam, onda y neçə olur? 4 vurulsun 1, 4. Yəni burada olacaq 4. Eyni burada. Düsturumuz y bərabərdir 4x. Bu axı y-dir. 10 bərabərdir 4x-a, x da bərabərdir 2,5. Yəni bu boşluğa 2,5 yazırıq. Burada y bərabərdir 4x. İndi x-in qiymətini verib. Bu x-dir. Onda y bərabərdir 4 vurulsun 3, 12. Burada isə yenə y bərabərdir 4x-da 16 y verib. 16 bərabərdir 4x, x da bərabərdir 4. Yəni bu boşluqda da 4. Nasos qoşulduqdan sonra boş çənə yığılan suyun həcmi y zamandan düz mütənasib asılıdır. Verilmiş qrafik əsasən çənə yığılan suyun həcminin zamandan asılıq düsturunu yazın. İlk öncə yenə bu bizim x-dır. Birinci x-dır, ikinci isə y-dir. K-nı tapa bilərik. K bərabərdir 30/2, 15. Deməli bizim düsturumuz y bərabərdir 15x. Yazın, qrafik üzərində qeyd olunmuş nöqtələrin koordinatları, yəni bu nə deməkdir? 2 saatda 30 litr su, sonra bu digər nöqtəmiz 6 saatda 90 litr su. Yəni boş çənə yığılan suyun həcmidir. 2 saatda 30 litr, 6 saatda 90 litr. 13. Şəkildə işçinin aldığı əmək haqqının y iş saatlarının sayından asıllıq qrafiki verilmişdir. Yəni işçi 2 saatda 20 manat alır, 5 saatda 50 manat alır. Bu düz mütənasib asıllığın qrafikidirmi? Bəli, saatların sayı artdıqca işçinin aldığı əmək haqqı da artır. Bir kəmiyyət artanda digər də artırsa,
Bu olur düz mütənasib asıllıq. İşçi 2 saat işlədikdə neçə manat əmək haqqı alar? Cədvələ baxırıq. Bax, 2 saatda nə qədər aldı? 20 manat. Burada yazdıq, bəli. İkincidə 20 manat. O 50 manat qazanmaq üçün neçə saat işləməlidir? Baxırıq burada. 5 saatda 50 manat qazanır. 5 saat. Mütənasiblik əmsalı neçədir və nəyi göstərir? K bərabərdir. Bu y, bu x. Y bölünsün x, yəni 20-ni bölürük 2-yə 10. Bu mütənasiblik əmsalı işçinin 1 saatda aldığı əmək haqqıdır. İşçinin aldığı əmək haqqının y iş saatlarının sayından x asıllıq düsturunu yazın. Onda y bərabər olacaq. Mütənasiblik əmsalını tapdıq 10x. Yəni bu düsturumuz da oldu 10x. İşçi 10 saat üçün nə qədər əmək haqqı ödəyər? X axı işçinin işlədiyi saatlar idi. Onda y bərabərdir 10 vurulsun 10, 100 manat.